Xoş gördük Fəqana xanım. Necəsiz? Minnətdaram, gözəl dəvət üçün. Burada necə olmaq olar? Çox əla, möhtəşəm. Əlbəttə. Milli abu-hava və sizi kimi gözəl bir auralı aparıcı və Kəmalə xanım kimi gözəl, kamallı bir insanla bir yerdə olmaq çox xoş, əla. Xəyal bəy üçün sədəqə nədir? Sədəqə kimlərə verilməlidir? Niyə sədəqə çıxartmalıyıq? Siz hal-hazırda sədəqə verdiniz mənə. Amma təbəssümünüzlə. Aha. Sədəqə, sədaqət sözündən, sadiqlik sözündən türəmiş bir kəlmədir və hər kəs sədaqətini ilahi yaradana, uca Allaha sədaqətini bildirmək üçün bu dünyaya gəlib. Qalu bəlada hər bir ruh Allaha sədaqətli, sadiq olacağını bildiribdir və yer üzünə bədənlərə gəlibdir. Vücud içində özünü tapan ruh özü də bilmədən Rəbbinə, Allahına sədaqətini göstərməyə çalışır. Bunu ibadətlə eləyə bilər, bunu itayətlə eləyə bilər, bunu xidmətlə eləyə bilər. Sədaqənin o bizim bu günləri insanlar arasında danışdığımız hissəsi ki var, yəni kiminsə kiməsə 5 manat, 10 manat, 50 manat, 100 manat pul verib adını sədaqə qoyması, bu elə bilin ki, belə deyim də, filin bir qulağıdır. Yəni sədaqə bir fildirsə, o bunun qulağıdır. Yəni sədaqə sədaqətdir. Sən insanın həqiqətə qarşı öz sədaqətini sübut eləmək üçün sən deyirsən ki, ay Allah, bax mənim əməlim, işim, gücüm hamısı sənə xidmətdir. Məsələn, mən hal-hazırda burada işləyirəm, pul qazanıram və bu pulumdan gizli və aşikar məndə haqqı olmayan, borcum olmadığı halda ehtiyacı olan birinə paylaşıram. Mən o pulu, o qazancı onunla paylaşdığım zaman sənə olan sədaqətimi göstərirəm. Yəni sədaqə verirəm. Və Salavatullah Peyğəmbərimiz nə gözəl deyir, Məhəmməd Peyğəmbər, təbəssüm də bir sədaqədir. Çünki təbəssüm etdiyin zaman qarşı tərəfdəki insanın simasına baxaraq gülümsüyürsən, ona bir müsbət aura verirsən, bir enerji, pozitivlik ötürürsən. Bu da bir sədaqədir. Gözəl bir söz sədaqədir. Bir stəkan su vermək bir sədaqədir. Bir insanın problemini həll eləmək sədaqədir. Təsəlli vermək sədaqədir. Sevgi bəsləmək sədaqədir. Nə sədaqəsi? Yəni Allaha olan sədaqətini insanlara sevgi və xidmətlə göstərmək bir sədaqədir. Yunus Emre nə deyir? Yaradılanı sevərik, yaradandan ötürü. Çünki Allahın insanın etdiyi heç bir şeyə ehtiyacı yoxdur. Ehtiyacsızdır. Düzdürmü? Amma insanın insana ehtiyacı var. İnsan insanın ehtiyacını gördükcə Allaha qarşı sadiqlik eləmiş olur və etdiyi hər şey sədaqədir. Və hətta Xəyal bəy deyir ki, insan barışdırmaq da. Bax, məsələn, bilirsən ki, qohumda, nəsildə kimsə kiminləsə danışmırsa, məsələn, bacı-bacıdır, qardaş-qardaşla mı və ya hansı bir əmi qızı, bibi qızı, onları deyir, barışdırmaq belə özü sədaqədir. İndi Kəmal xan da aydınlıq gətirəcək. Bütün gözəl əməllər, yəni gözəl əməl, salih əməllər, salih nə deməkdir? İslah olunmuş, xalis əməllər, təmiz əməllər əlbəttə ki, sədaqədir. Yəni, sənin Allaha olan sədaqətinin, qula olan xidmətinin yansıması. Və burada ön planda insan ixlası, yəni xalisliyi, paçlığı. Yəni, insanlar mənə nə deyər? Məsəl üçün, məni alqışlasın hər kəs, mən belə bir yaxşı iş gördüm, mən burada bir xeyriyyətçilik elədim. O deyil də, Həzrət Əli əleyhissalam bacımız daha gözəl bilər Kəmalə xanım, insanların ünvanlarına, qapıların önünə qida məhsulları qoyarmış və yox olarmış. Və dünyasını Həzrət Əli dəyişəndən sonra o insanlar artıq o əzüqənin gəlmədiyini görüb anlayırlar ki, artıq Həzrət Əli imiş. Bunları qapıya qoran. Yəni, sədəqə elə olmalıdır ki, aşiqlə məşuqun eşqi necə gizlidirsə, ikisinə məxsusdursa, sədəqənin elə olmağı ən kamil formasıdır. O möhtəşəm bir şey olar. Amma digər xanımın dediyi də gözəldir ki, insanları təşviq edici olaraq, yəni nümunə kimi göstərmək də olar. Gizli, aşkar. Amma gizlisi daha məqbuldir. Ona görə də çalışın insanlar sədəqədə olun. Yəni, sadiqlikdə olun. Sədəqəyə hamı möhtacdır. Ən zəngin insan da sədəqəyə möhtacdır. Yəni, o sədəqəni ki, verir özündən kasıba, əslində kasıbdan çox o möhtacdır. O zəngin möhtacdır ki, o kasıb var olsun, o sədəqəni ondan qəbul eləsin. Sədəqə ilahi sadiqlikdir. İlahiyə, Allaha sadiq olun, bir-birinizə xidmətdə olun. Bəli, Kəmalə xanım, buyurun. İslamda var ki, müsəlmanla 3 gündən artıq küsülü qala bilməz. Bu icazəli deyil. Və İmam Rıza əleyhissalam buyurur ki, silə-i rəhim olun. Yəni, qohumlarla əlaqəni kəsməyin. Və hər kəs deyir, qohumlarla əlaqəsini kəsməsə, onun ruhusunun artmasına səbəb olar. Əsas da insanın mənəviyyatıdır. Görürsünüz, Həzrət Əli əleyhissalam buyurur ki, yoxsulluq bəladır.
yoxsulluqdan daha pisi bədənin xəstə olmaqdır. Ondan daha pisi isə insanın mənəvi xəstə olmasıdır. Əslində deyir ki, sıxıntı zamanı verilən sədəqə ən üstün sədəqə sayılır. Yəni insan o elə bax pis vaxtında, çətin vaxtında sədəqə çıxarılmalıdır. Deyirlər ki, məsəl üçün mütləq ki, pulun olmalıdır, elə deyil. Yəni pulu olan insan sədəqə çıxartmalı deyil, elə pulu olmayan da çıxartmalıdır. Həmin vaxtda özə çıxarılan sədəqə o sanaya düşür. Sizin dediyiniz kimi Fərqanə xanım, sədəqəni imkanlı yox, elə imkansız da çıxarta bilər. Necə insan məriz olur, yəni xəstə olur, xəstəliyi tez sağalsın deyə sədəqə çıxartar. Bəli. İnsan yola gedəndə sədəqə çıxartıb evdən çıxmalıdır ki, sağ-salamat qayıtsın. Yəni o sədəqə onu təzədən salamatçılığıyla evə qaytara bilir. Necə ki Peyğəmbər Rəsul Əkəmin yanına şəxs gəldi, dedi ki, mən ziyarətə gedirəm və yaxud ticarətə gedirəm, mənə məsləhətin, dedi, evdən çıxanda sədəqə çıxart. Evdən sədəqəni çıxartıb insan gedir. Və Peyğəmbər ona bir məsləhət verdi ki, Qur'an-ı Kərimdə Bəqərə surəsinin 255-ci ayəsi ayət-i kürsüdür ki, onu getdiyin mənzildə dörd bir tərəfə oxu ginən ki, Allah sənin üçün zərih yaratsın və səni ayət-i kürsü ilə qorusun və sədəqə ilə də dala qaytarsın inşallah. Kəmal xanım, deyirlər ki, o zəngin olma ümidinin vaxtı verilən sədəqə fəzilətli sədəqə sayılır. Bax, bu deməkdir ki, yəni bax, pul yığırsan ki, ev alasan, maşın alasan, o zənginliyə gedən yoldasan da, ona doğru gedirsən, hədəf var. Bax, deyir ki, elə sədəqəni də həmin vaxt çıxartmalısan, o sədəqə o sanaya düşür. Fərqanə xanım, sədəqə müstəhəbdir. Onun dediyim kimi miqdarı, vaxtı yoxdur. İstəyir zəngin olan bir vaxtda, istəyir zənginliyə doğru gedən bir vaxtda, istəyir orta təbəqədə yaşayasan, yenə də o sədəqəni siz nə qədər versəz, bir o qədər Allahın dərgahında qəbul olunmuş qədər olur. Demək, qəbul edən Allah da özü bilir ki, nə vaxt qəbul edəcək, fərqi yoxdur. Hər insan da o sədəqəni çıxarta bilmir. Gəlir insanın qəlbində Allahın rəhmi olsun, Allahın bir lütfü ilə onu çağırsın. Bəli, əlbəttə, o ilahi icazə olmalıdır. İlahi icazə mütləqdir. Şükür eləməkdə də, sədəqə çıxartmaqda da, o Allahın adlarını zikr eləməkdə ilahi icazə olmasa, düşünürəm ki, mümkünsüzdür. Allahın 1000 dənə adı Covşan-ı Kəbir duasında gedib. Onlardan 99-u Əsma-i Hüsnədir. Hansını istəsən, nə istəsən, Allahın o Əsma-i Hüsnə adından istifadə eləyə bilərsən. Bəli. Məsələn, xəstəsən, ya Şəfi, bir neçə kəlmə deyə bilərsən zikirlə. Və yaxud bir çətinlikdəsən, ya Ərhəmər Rahimin. İstəyirsən Allah sənin səsini tez eşitsin, nə deyirsən, ya Həyyum, ya Qayyum. İstəyirsən var dövlət sahibi olsan, gündə bir neçə dəfə La ilahe illallah, Məlikul Haqqul Mubin. Yəni bunlardan hamısından istifadə edəndə insan nicat tapır. Maraqlıdır, Xəyal bəy üçün bəs bax, zikir anlayışı nə deməkdir? Adı üstündə. Zikir. Bütün insanların qəlblərində kin, nifrət, xiffət, əsəb, gərginlik deyə kirlər var. Və bu kirlərin olması, yəni təmiz olması, təmizlənməsi üçün görün Rəbbimiz necə şifrələri qoyub. Zikir. Yəni sən içindəki kirləri zikirlə, mənim adımı, ismimi təkrarlamaqla təmizləyə bilərsən. Və bunu harda deyir bizə? Öz müqəddəs kitabı Qur'an-ı Kərimdə Müzəmmil surəsi 8-də deyir ki, Veskur ismi Rəbbikə. Rəbbini deyir, ismi ilə zikr et. Hansı ismi ilə zikr edim? Məsəl üçün, Rəhmanmı, Rəhimmi, Qəhharmı, Cabbarmı, Lətifmi, Semimi, Basirmi, Alimmi? Deyir, bunlar hamısı böyük fotonun xırda hissəcikləridir. Böyük foto Allah sözüdür. Məni ismi azam Allah sözü ilə zikr elə. Bunu harda deyir? Qur'an-ı Kərimin ayələrində. Rad surəsi 28, Zümər 23, Hədid 16, Taha 124. Bu ayələrdə deyir ki, kim məni zikr eləyərsə, onun qəlbinə aramlıq verərəm, huzuru verərəm, euforiya verərəm, həz ləzzət verərəm, ekstaz verərəm. Ayədə deyir bunu, ərəbcə deyir prosta, ekstaz sözü demir, neyniyək? Biz deyək. Deyir ki, kim məni yad etməkdən, şad etməkdən, damağına bir xoş dad etməkdən çəkilərsə, mən ona imdad etməkdən çəkilərəm. Taha surəsi 124-də deyir ki, kim Allahın zikrindən üst çevirərsə, ona sıxıntılı bir keçim vardır. Başqa bir ayədə deyir ki, Allah'a zikr edənlər üçün xolf yoxdur, qorxu yoxdur.
Zikir bəs nədir əslində? Hər kəs əlini qəlbin üstünə qoysun, zəhmət olmasa yoxlayın. Dinləyin, görün ürəyiniz sizə nə deyir? Bax orada arterial və venoz damarlarının sayəsində bir səs əmələ gəlir. O belə baxanda tup-tup səslənir. Elarız Məmmədoğlu oxuyurdu, ürəyim tup-tup döyündü. Ürək əslində tup-tup döyünmür. Ürək Allah, Allah deyə döyünür. İndi bizim fiziki bədənimiz Allah, Allah deyə döyünür və bizi var eləyir. Bəs bizim mənəvi bədənimiz nə deyir? Fiziki bədənimiz Mevla deyir, mənəvi bədənimiz dünya deyir. Dünya farsça ədn, aşağı yer deməkdir. Alçaq yer deməkdir. Yəni biz hal-hazırda mövcud bir məişət problemimizi gündəmimiz eləmişiksə biz dünya zikr edirik. Hər kəs bu günlərim həyatda dünya zikr edir. Dünya, 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 dünya. Amma əlində təsbih yoxdur da. Əlində maşın rulu var, pul var, telefon var, çaynik var. Bu onun təsbihidir. Və zikri də dünyadır, dünyadır. İndi uca Allah deyir ki, o dünya zikrini saxla, qəlbin Mevla, Mevla. Yəni Allah, Allah desin, ürəyinə paralel. Necə ki, fiziki ürəyin Allah, Allah deyir, yaşayırsan, mənəvi qəlbində Allah, Allah desə, mənəvi də yaşayıb xoşbaxt olasın. Və Nizami Gəncəvi nə deyirdi? Yenə Nizami Gəncəvi. O gecəni bir daha görə bilmək üçün əl qaldırıb göylərə deyirəm Allah, Allah. İndi o gecədə o nə yaşayıb, necə yaşayıb? Onu digər yazılarında deyir ki, hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz. Bax, o zikirlə aldığı halı itirəndə sənsizi yazıbdır. O zikirlə aldığı halı itirəndə sevgili Cananı yazıbdır. Yəni, zikir bizim kirlərimizi təmizləyir. Və dünya üzərində başqa bir vasitə yoxdur. Elə bir təmizlik vasitəsi yoxdur ki, bizim qəlbimizi təmizləsin. Qəlbi təmizləyən Allahın Allah zikridir və Allah kimi şərəfləndirmək istəyərsə, ona bu informasiyanı tuş gətirər. Yəni, bu informasiya sizin qarşınıza çıxdısa, təbrik edirəm Əliş. Üçündə deyirik, təbrik edirəm sizi. Siz Allahın sevimli bəndəsiniz. Bəli, təbii ki, burada da ilahi icazə olmalıdır. Hər insan, o əvvəldə qeyd elədim ki, Allahın o adını dilinə gətirə bilməz. Allah icazə vermir. Bəli, insan özünü tanımasa, Allahın tanımaz. İnsan özünə hörmət eləməsə, getdiyi qapıya heç hörmət eləməz. Zikir də hər bir müsəlmanın həyatında mühüm yer tutan bir ibadət formasıdır. Zikirlə insan həm mənəvi təmizliyə nail olur, həm də Allahın razılığını qazanır Fərqanə xanım. Bəli. Allah bizdən razı olsun. Təşəkkürümü bildirirəm hər birinizə. Çox gözəl bir veriliş oldu. Enerji də çox hal-hazırda çox gözəldir burada. Hər birinizə dərin təşəkkürümü bildirirəm. Allah var eləsin. Sağ olun, var olun. Belə əziz tamaşaçılar, bu biz idik. Mən Fərqanə Gülağa qızı ilə. İnşallah Allah ömür versə gələn həftənin bu günündə, bu saatında yenə görüşəcəyik. Sağ olun, salamat qalın.